Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Bilirsiniz də, Novruz bayramından qabaq bizdə belə bir qara bayram kimi deyilən bir günlər var. Hansı ki biz öz qohumlarımızı, rəhmətə gedən qohumlarımızı yad eləməliyik. Biz də həmən günü bir vaxt elədik və bütün qohumlarımızı yad elədik. Bura Rus qəbirstanlıqdır. Mənim burada xalalarım və mamamın nənəsi rəhmətə gedib bu qəbirstanlıqda bastırılmışdı. Çünki onlar Rus idi. Xalalarım yarı Rus, yarı Azərbaycanlıdılar və ona görə Rus kimi bastırılmışdılar. Dəqiq bilmirəm, amma yəqin ki onların istəyi belə olmuşdu ki, onları Ruslar kimi bastırılsın. Amma o birisi xalam, o isə dedi ki, bu qəbirstanlıqda, yəni Rus qəbirstanlıqda onu Azərbaycanlı, müsəlman kimi bastırılsın. Bu xalam mənim uşaqlığımdan demək olar ki, hər bir şeyini bilir. Çünki mən onların evində demək olar ki, böyümüşəm. O mənim ikinci mamam kimi sayılırdı. Amma çox heyif ki, dünyasını tez dəyişdi. Heç birdən-birə biz heç bilməzdik. Yəni heç gözləməzdik, çünki o çox aktiv bir xalam idi. Mənim yadımdadır ki, mən o xalamla bu qəbirstanlığa gəlmişdim. Yəqin ki, hansı bir bayram idi ya Rus Pasxa olan vaxtı olmuşdu. Xalam gətirirdi bura şirniyyatlar, Rusların olan şirniyyatları və pişirmiş yumurta, kartoşka, belə şeylər gətirirdi və inanırsınız biz buranı səliqəyə salırdıq və ondan sonra oturub yeməyimizi yeyirdik. İndi yadıma düşəndə şoka düşürəm də, deyirəm biz necə qəbirstanlığa gəlirdik və burada yemək yeyirdik. Onda mən uşaq idim, əksinə həvəslə gözləyirdim ki, nə vaxt xalam yeməkləri ortaya çıxardacaq və biz oturub yeməyimizi yeyəcəyik. Bura artıq başqa bir qəbirstanlıqdır, burada ancaq müsəlmanlar bastırılmışdı. Yəqin ki, bu aktrisanı hamınız tanıdınız. Çimnaz Sultanova idi deyəsə onun soyadı. Bura nənəmin, babamın qəbirstanlığıdır və o da həmən qəbirstanlıqda bastırılmışdı. Bura Əmircan qəbirstanlığıdır. Bu nənə baba mənim papamın valideynləridir. Hər il gəlirəm, bunları yad edirəm. Otururam, onlarla söhbət eləyirəm, danışıram, həyatımız necə dəyişilir, nələr baş verib. Bütün hər bir şeyi nə baş veribsə il ərzində danışıram və ondan sonra rahat çıxıb gedirəm. Bilmirəm sizdə necə olur, amma mən qəbirstanlığı nənə babanın üstünə gedəndə, oturub onlarla söhbət eləyəndə elə bil ki, rahatlaşıram. Mütləq qəbirstanlığa gedəndə mollanı tapırıq və o bizim ölülərimizə dualar oxuyur. Bu mütləqdir. Əgər siz bunu eləmirsinizsə, gül almaqdansa, gülə pul xərcləməkdənsə molla tapın və mollaya pul verin ki, o dua oxusun. Mənə elə gəlir ki, ölən insanlar üçün dualar oxumaq daha vacibdir, nəinki güllər gətirmək. Çox yanlarında dura bilmədik, çünki düz üzbəyüz bir ölən adamı gətirməli idilər və biz bu görüntü ilə görüşmək istəmədik deyə buradan tez çıxdıq. Bəlkə də yadınızdadır, papam dünyasını dəyişməmişdən 6 ay qabaq bibim dünyasını dəyişmişdi və onu da həmən qəbirstanlıqda bastırmışdılar. Gəldik, onu da yad elədik, biraz yanında durduq, keçmişi yadımıza saldıq. Burada durana qədər fikir verdim ki, əvvəllər bura necə boşluq idi. Amma indi demək olar ki, bir boş yer qalmadı. Hər gün neçə nəfər rəhmətə gedir və buranı necə də tez-tez doldururlar. Və fikir verdim ki, artıq yavaş-yavaş böyüklərimizi itiririk. Çox pis bir hissdir, amma neyniyə bilərik? Bu həyatdır və əlbəttə ki, bu bizi də gözləyir. Tək ki, hər bir şey ardıcılıqla olsun. Artıq burada növbəti bir gündür, bacımgildə qalmışıq və səhər tezdən Blinçikin isinə hamımız qalxdıq. Bu arada bura Hövsan qəsəbəsidir. Yəqin ki, burada yaşayanlar öz qəsəbəni tanıdı. Görürsüz, buradakı mənzərə necə də gözəldir. Dəniz çox yaxındır. Amma əvvəllər lap yaxın idi, indi isə getdikcə dəniz quruyur və gedir, yoxa çıxır. Artıq bu hardasa 100-cü stəkan çay idi. Bacım qəşəng bizə karkadey çayı dəmləmişdi və biz oturub gözəl söhbətlər eləyə-eləyə çay içirdik.
Bacım da şirniyyat bişirmişdi, amma bir dənə paxlava hələ ki bişirdi. Çünki bacım iş adamıdır, evdə gec olur deyə, ona görə bütün şirniyyatları bir günün içində bişirə bilmir. Bu da bizim gözəl mənzərəm. Belə dedim, şəkil çəkim. Bacım dedi ki, mənim pəncərəmi göstərmə, çünki pəncərəm çirklidir, pis görsənəcək. Dedim, narahat olma, sən iş adamısan, biz səni başa düşürük. Кто-то куда-то улетел. Və burada gəldik babamın üstünə. Ну, сейчас на велосипеде приедете вверх. Тот самый. А дочка оставила. Дочка, да, дома есть? Нет, а сейчас никого нет, там стоит какой-то. А сейчас там, навряд ли, никого там нету. Они, она в то время была пожилая, а сейчас Аллах берет. Считаю, что она старше меня, где-то, может быть, 100 с лишним лет. Вот ты что думаешь? Уже 75 мне. А она помоложе. Там тоже так много коробки нужно. Biz burada zibil yandırırıq. Evdə hansı ki əşyalar, paltarlar geyinilməyib, uje pis gündədir. Mamam onları özündən aparmayacaq və gətirib burada yandırırıq. Zibil çoxdur və bugün bilmirəm nə qədər çatdıracağıq. Onu eləyərik, qalan şeylər qalacaq, sonra gəlib eləyərik. Həyətimiz pis gündədir, çünki biz yığırıq, nə lazımdır onları yığırıq, sonra bankalar var, onları bir yerə yığırıq, nə qədər dəmir dümürlər var idi, onları bir yerə yığmışdıq, hamısını qaytardıq, gəlib dəmir yığanlar gəlib yığdılar, apardılar, amma yenə də xeyli qaldı, onları da yenə bir gün vaxt eləyib yığmaq lazımdır. İndi evin içində yığışdırırıq, bəzi paltarlar, qablar, hər bir şeyləri yığırıq korobkaya yavaş-yavaş, hələ ki vaxtım var, gəlmişəm. Sonra bilmirəm nə vaxt gələcəm, nə vaxt gələ biləcəm kömək eləməyə. Belə mama özü yavaş-yavaş gəlir, hər gün bir şey yığır, yığışdırır. Belə həyətimiz bərbad vəziyyətdədir, çünki
hamı gəlir, dağıdır, tökür. Dağıdır, tökür deyəndə ki, lazımlı şeyləri götürürük də, lazım olmayan şeyləri özümüzdən aparmayacağıq və sizə burada deyim nəyə görə mamam burada köçür. Çünki bu ev düz dəmir yolun yanındadır. Elə bil bu zabordan sonra dəmir yolu gedir və burada dəmir yolu genişləndirirlər. Burada başqa cür eləyəcəklər və ona görə bu lap yaxındır deyə bu evləri hamısını sökürlər. Nəinki mamamın evi, hamısını. Bu riyadla nə qədər evlər var, hamısını sökürlər. Baxın, burada da qonşu var. Onlar özdə təzə ev tikiblər. Hardasa 2 il olardı, 2-3 il. Onların da evini sökürlər. Hamısının evlərini sökürlər ki, burada 2 dənə reyslər gedəcək, 2 dənə qatar üçün yollar açılacaq. Və ona görə bu evləri sökürlər. Əslində bir tərəfdən yaxşıdır ki, çünki mamam tək qala bilməyəcək həyət evində. Papam belə oldu. Neçə ildir belə bir yerdə yaşayırdılar. Həyət evində belə tək yaşamaq yaxşı deyil də, çətindir, çox çətindir. Və ona görə belə olur bizdə. Həyətimiz pis gündədir. Dağınlıq vəziyyətdədir. Bankalar yığırıq, burada yığmışıq bankalar, burada yığmışıq. Lazım olan qədər götürəcəyik özümüzlə, lazım olmayanı isə aparıb bir dükana verəcəyik, satacağıq daha doğrusu. Belə, dəmirləri də yığmaq lazımdır. Bu tarları hamısını sökmək lazımdır, amma bu kişi əli lazımdır da, biz onu eləyə bilmərik. Biz evin içində qab-qacaqlar, belə şeylər yığırıq. Ağacları, bəzi ağacları götürəcəyik, evimizə apararıq, orada əkərik. Düzdür, bizdə əslində yer yoxdur, bilmirəm hara əkəcəyik, çünki Elnur təzəlikcə ağacları aldı. Amma burada bəzi ağaclar var ki, hansı ki meyvə verir, həm də ki babadan yadigar istəyirəm saxlayım. Onun əziyyəti hər dəfə sulayırdı, altını lapatka ilə torpağı canlandırırdı, belə. Ona görə istəyirəm qoy qalsın bu ağaclar, babadan yadigar. Bu tut ağacı. Buna baxanda çox pis oluram, çünki hər yay gəlib burada biz istirahət eləyəndə üstündə çoxlu tut olurdu və hər səhər papam tut ağacından kruşkada bizim üçün tut yığırdı və deyirdi ac qarına bunu yeyin. 1-2 gün burada qalırdıq, yeyirdik, 3-cü günə ürəyimiz bulanırdı. Çünki elədir də, çox olanda o qədər də yemək istəmirsən, gözün doyur. Yeməyəndə babam küsürdü bizdən, deyirdi ki, yeyin, nə qədər ki var, yeyin. Belə. İndi isə əlbəttə ki, bu ağacı özümüzdən apara bilməyəcək. Qalacaq bu burada. Bacım yenə zibil getirir. Нет, снимаю. Baxın, bu ağac misal üçün açılmaq istəyir. Hayf, amma paduşka getdi. Yəqin mama görmədi. Belə. Sonra mamadan soruşarıq, hansı ağaclar meyvə verir, onları götürərik. Səbəb də bu idi. Sizə demirdim, çünki hələ dəqiq bilinmirdi söküləcəyi, sökülməyəcəyi. Bizdə əvvəl həyətin girişində baxın maşın harda durur. Oraya qədər bizə demişdilər ki, oraya qədər biz torpağı götürəcəyik, ev qalacaq. Amma sonra yenə bir neçə dəfə gəliblər, təzədən ölçüblər və dedilər ki, yox, oraya qədər yox, bütün ev gedəcək. Və ona görə sizə heç nə demirdim, çünki dəqiq heç nə bilinmirdi. Amma artıq bilinir ki, dəqiq evi sökəcəklər və ona görə indi sizə dedim. Çox çətindir. Amma bir tərəfdən yaxşıdır ki, çünki mamam burada tək yaşaya bilməzdim. Çox çətin olardı ona. Həyət evində bir nəfər yaşaya bilməz heç vaxt. Gərək yanında kimsə olsun. Həm də burada su çöldə,
nə bilim, yay, qış, bilirsiniz də özünüz həyət evində necədir. Belə. İnşallah ki, hər şey yaxşı olacaq. Nə olursa hər şey yaxşılığa doğru olur. Biz artıq gəldik. Gülləri bura əkdim. Bu dibçəyə əkmişəm, çünki torpaqda yer tapmadım. Elnur ondan qabaq nə qədər güllər almışdı, nə qədər ağaclar almışdı və biz bilsəydik ki, biz mamamgildən ağacları bura gətirərdik, heç ağac almazdıq. Çünki o qədər Elnur ağac aldı və artıq torpaqda boş yer qalmadı. Bizim torpağımız elə də böyük deyil və ona görə bu güllər qalıb belə dibçəkdə. Amma eyb yox, qoy olsun. Əgər hansısa bir gül qurusa, onda onu həmən yerinə əkərik belə. Və gəlin bağa gedək. Bağda da göstərim vəziyyəti. Elnur bura ağacları əkdi. Buna baxın, necə də qəşəng görsənir. Bunlar indi yaşıl olanda yaşıllıq olacaq, çox qəşəng görsənəcək. Hələ ki qurudular. Həm də sıx-sıx əkmişik. Əgər hansısa ağac qurusa çıxardarıq və onun yerinə əkərik. Hələ ki belə olsun. Çünki neçə ildir biz burada yaşayırıq. Hər dəfə Elnur ağac alanda bir də baxırsan hansısa ağac quruyur. Belə. İnşallah ki, ağacları hansı ki biz mamamgildən gətirdik, heç biri qurumaz. Çünki onlar babamdan yadigardır. Ağacları oradan çıxardanda o qədər pis olmuşdum, çox pis olmuşdum. Elə bilirdim ki, papamın həyətini dağıdıram, sökürəm. Amma yoldaşım məni sakitləşdirdi, dedi ki, sən heç nə dağıtmırsan, sadəcə olaraq ki, papanın yadigarını öz həyətində davam eləyirsən və bu həmişə sənin yanında olacaq. Mənim bilirsiniz nə yadıma düşdü? İllər öncə elə bir ki, bəlkə sizdə də belə bir şey olmuşdu. Hər bir binanın altında aqarot var idi. Bağ, hamı bağ bağlayırdı. Özünə torpaq götürürdü, bir balaca torpaq götürürdü və orada özü üçün bağ eləyirdi, ağaclar əkirdi, stol qoyurdu, skameykalar qoyurdu, əyləşirdi. Hər axşam hamı düşürdü aşağı, orada səliqəyə salırdılar, ağacları sulayırdılar, təmizlik iş görürdülər. Bizdə də belə bir bağ var idi, hansı ki babam o qədər orada ağac əkmişdi, o qədər meyvə ağaclar var idi. Dəhşət çox idi, güllər, cürbəcür, qəşəng səliqəli yollar, nazik yol düzəltmişdi. Bizim üçün bir küncdə kaçela düzəltmişdi, stol qoymuşdu, iqruşkaları qoymağa bir yer qoymuşdu. Biz orada o qədər dolma yarpaqdan, torpaqdan düzəldirdik. Və bir vaxt bu bağları dedilər ki, sökmək lazımdır dövlət tərəfdən. Bütün bağları söktülər və bizim bağımız elə bir vəziyyətə düşdü. Bu sadəcə bir ürək ağrısı, bir görünüş idi. Baxın, açılır. Oradan keçəndə o qədər pis olurduq, o qədər ağlayırdıq. Çünki biz orada əziyyət çəkirdik. Papam, ən çox da ki, papam orada o qədər əziyyət çəkirdi. Ağaclar alırdı, gətirirdi, baxırdı, qulluq eləyirdi. O qədər onun orada əl işləri var idi ki, və bir günün içində bütün bunun əl işlərini elə bil qolunu kəsdilər. Bütün ağaclar qaldı belə, qurudular. Bəzi uşaqlar ağacların budaqlarını qırırdılar. Heç kim ağacları sulamırdı və həyət pis günə düşdü. Ağaclar qurudu getdi. O ağaclardan biz o qədər meyvə yığırdıq. Vedrələrlə meyvələr yığırdıq. Mamam orada tərəvəzlər əkirdi, göyərtilərimiz, hər bir şey var idi. Nəinki bizdə, hamıda, bütün qonşularda belə idi. Amma dövlət tərəfdən bunlar hamısını dağıdandan sonra elə bildilər ki, yaxşı bir iş gördülər, amma yox, heç də yaxşı iş görmədilər, çünki bu qədər ağaclar qurudu və torpaq elə bir ki, pis günə düşdü. Baxımsız, səliqəsiz oldu. Belə. İndi də eyni vəziyyət olacaqdı. Əgər ki, gedib bu ağacları oradan götürməsəydik biz yoldaşımla, onda yenə də bu ağacları qıracaqdılar və onun yerinə nəsə başqa bir şey tikirdilər də.
Ona görə biz getdik, o ağacları götürdük və papadan yadigar bizə qalacaq. İnşallah ki, bu ağaclar bizdə qurumaz, hamısı qalar və üstündə meyvələr olanda uşaqlara deyəcəm ki, bu sizin babanızdan bizə yadigar meyvələr. Belə. Orada olanda çox pis olmuşdum. Elə bilirdim ki, papam bu dəqiqə hardansa çıxacaq və deyəcək ki, mənim həyətimi niyə dağıdırsan? Papam sağ olan vaxtı öz həyətindən bir dənə gül bizə vermirdi ki, gətirək əkək. Mamam həmişə gizlincə götürürdü gülləri, çıxardırdı torpaqdan. Mənə verirdi ki, biz öz həyətimizi gözəlləşdirək. Papam isə deyirdi ki, öz həyətini niyə pis günə salırsan, qızıva verirsən. Belə şeylər deyirdi. Amma indi getdim bütün papamın ağaclarını, torpağını dağıtdım. Belə.